mən dəyərsizəm, mən sevilməyə layiq deyiləm və yaxud da ki, mən çox güclüyəm, hər şeyin öhdəsindən gələrəm. Bunlar hamısı inanclardır. Bizim də özümüzlə bağlı, başqaları ilə bağlı, həyatla bağlı, cəmiyyətlə bağlı çoxlu inanclarımız var. Bunlar da bizi eləyən şey. Yəni bir insan inanclarının toplusudur. Nə olduğuna inanırsa odur. Həyatı hansı çərçivədə görürsünüzsə, həyat sizin üçün odur. Qarşınızdakı insanı hansı çərçivədə görürsünüzsə, nə olduğuna inanırsınızsa, inancın bir adı da algıdır. Yəni çərçivə, qavrayış. Həyatı necə qavrayırsınızsa, o həyatı, o reallığı yaşayırsınız. Yəni bu çox geniş bir anlayışdır və bu inanclar iki cür yaranır. Ya biz bir şey yaşayırıq və bu yaşadığımız hadisənin nəticəsinə zehin bir şeyə inanır, ya da ki biz onu heç təcrübə etmirik, bizim beynimizə o yeridilir. Məsələn, uşağa deyirlər ki, əlini çaydana yaxınlaşdırma, yoxsa əlin yanarsan. Bəli. Uşaq hələ əlini yaxınlaşdırmayıb, bilmir. Sadəcə beyninə o yeridilir deyə artıq avtomatik çaydana yaxınlaşmır. Bir qorxu formalaşdırır. Bu sonradan qazanılan, yəni ona öyrədilən bir inancdır. Bir də var ki, özü əlini yaxınlaşdırır çaydana, əli yanır və bir daha çaydana yaxınlaşır. Sizcə hansı yaxşıdır? Bu yaxşısı pisi yoxdur. Yəni inanclar iki qrupa bölünür. Bizi dəstəkləyənlər, bir də bizi əngəlləyənlər. Hər ikisində də bizi dəstəkləyən də olur, bizi əngəlləyən də olur.